Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu. Qardaş, dəstəmazla ilgili bir neçə sualım olacaq. Allah rızası üçün cavab ver. Birinci sual, dəstəmaz alarkən Bismillah deməyin hökmü. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebina Muhammed və ala alihi və ashabihi ecma'in. Amma ba'd. Bunu belə qısa cavablayacağım Allah Taala'nın izni ilə. Dəstəmaz alarkən Bismillah demək vacibdir. Ən doğru rəy budur. Lakin kim dəstəmaz alarkən Bismillah deməyi unudarsa və yaxud da Bismillah deməyin şər'i hökmünü bilməzsə, dəstəməzi səhihdir, doğrudur. Lakin kim xatırlayaraq və hökmünü bilərək qəsdlə tərk eləyərsə, onun dəstəmazı batildir. Bu, elm əhlinin iki rəyindən ən doğru olanıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hureyra radiyallahu anh'ın hədisində buyurur: "La vudu'a limen lem yezkur ismallah aleyhi." Dəstəmazı yoxdur o adamın ki, dəstəmaz alarkən Allahın adını zikr etmir, yəni Bismillah demir. Bu hədisi İmam Əbu Davud rivayət edib Sunan kitabında. Şeyx Albani rahmehullah hədisi səhihləşdirib və buna etimadən deyirik ki, kim qəsdlə dəstəmazı aldığı zaman Bismillah kəlməsini tərk eləyərsə, o insanın dəstəmazı batildir. Amma ancaq kim unudaraq və yaxud da şər'i hökmünü bilməyərək tərk etmiş olarsa, dəstəməzi səhihdir. Həmçinin bu barədə bu fətvanın üzərində olan elm əhlindən bir çox elm əhli var, xüsusən də müasirlərdən. Şeyx İbn Baz rahmehullah, həmçinin Şeyx İbn Ütheymin və həmçinin Şeyx Salih el-Fovzan və ləcnənin də bu haqda fətvası var, Allahu aləm. İkinci sual, bəziləri dəstəmaz alarkən Bismillahirrahmanirrahim deyir. Bu doğrudurmu? Deyirəm ki, qardaşım, müsəlmana vacib olan odur ki, bütün əməllərində və sözlərində sünnədə nə gəlibsə, ondan qırağa çıxmasın. Nə artırmasın, nə də azaltmasın. Hətta kəlmələr olsa belə, bir kəlmə olsa belə çalışsın ki, nə azaltmasın, nə dəyişdirməsin, nə də artırmasın. Əsl sünnəyə tabi olmaq budur. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur: "Mən əhdəsə fi əmrinə hədəl mə leysə minhu fəhuvə radd." Kim bizim dinimizə ondan olmayan bir şeyi gətirərsə, o gətirdiyi şey ondan rədd olunur. Və buna əsasən deyirəm ki, Allah Taala'nın izni ilə ən doğrusu odur ki, kim dəstəmaz alarsa, dəstəmaz alarkən sadəcə Bismillah kəlməsini desin, nə artırmasın, nə də azaltmasın və həmçinin yemək yeyərkən və həmçinin də qurban kəsərkən. Amma Bismillahirrahmanirrahim deməsi bildiyimiz odur ki, bu Quran-ı Kərimi oxuyarkən gəlir. Bütün surələrin əvvəlində Bismillah oxumazdan əvvəl Euzubillahimineşşeytanirracim və Bismillahirrahmanirrahim deyir. Sadəcə Tövbə surəsinin əvvəli istisna. Və umumən müsəlman həris olmalıdır Peyğəmbər sallallahu aleyhi və səlləmə ittiba etməyə hər şeydə. İstərsən balaca şey olsun, istərsən böyük şey olsun. Sünnədə gələn nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmaz alarkən sadəcə və sadəcə Bismillah deməsi. Üçüncü sual, dəstəmazı hamamda alarkən Bismillah demək olarmı və yaxud da bir insan dəstəmazı tualetdə alırsa nə etməlidir? Bismillah deməlidirmi, yoxsa Bismillah tərk olunurmu? Elm əhli deyir ki, xüsusən də bugünkü dövrdə bina evlərində yaşayan qardaşların əksəriyyətinin evində durum belədir ki, tualetlə dəstəmazxana eyni yerdə olur.
Elm əhli deyir ki, ümumiyyətlə o yerdə ki, tualet ilə dəstəmazxana eyni yerdədir. Hansı ki, başqa yerdə almaq da mümkün deyil və yaxud da çətindir. Belə olduğu halda, hətta tualetdə olsa belə dəstəmaz alarkən Bismillah deyirsən. Çünki Bismillah demək ən doğru rəy odur ki, dəstəmazın əvvəlində vacibdir. Ona görə ümumi hökmü Allahı zikr etməyin hamamda məkruhdur. Ona görə vaciblə məkruh qarşılaşdığı zaman, yəni hansı ki dəstəmazın əvvəlində Bismillah demək vacibdir, o zaman vacibi yerinə yetirdiyin zaman artıq kərahiyyət ortadan qalxmış olur. Lakin burada bir məsələyə toxunmaq lazımdır ki, dəstəmazdan sonra oxunan dua. Belə olduğu halda dəstəmazdan sonra oxunan duanı tualetdə oxumursan və yaxud dəstəmazxanada orada oxumursan, tualetdən çıxdıqdan sonra, ayaq yolundan çıxdıqdan sonra çöldə və təmiz yerdə oxuyursan. Amma əgər dəstəmaz alınan yerlə tualet yer ayrı-ayrı olarsa, dəstəmaz alınan yerdə, əlhamdülillah, heç bir sıxıntı yoxdur ki, orada təşəhhüddən sonra birbaşa təşəhhüdün duasını oxuyasan. Xüsusən də bu rəyi dəstəkləyən ən böyük müasir alimlərdən Şeyx İbn Baz rahmehullah və həmçinin Şeyx İbn Üseyminin də bu barədə, yəni bu rəyi dəstəkləyən rəyləri var. Allahu aləm. Dördüncü sual: dəstəmaz alarkən övratı örtmək vacibdirmi? Və yaxud da övrat örtülü olmadığı halda insan dəstəmaz ala bilərmi? Elm əhli bu haqda deyir ki, övratı örtmək dəstəmazın sağlamlığı üçün şərt deyil. Bu həmçinin bir qaydadır. Yəni bunu adam dəstəmaz, hər bir müsəlman bilməsi lazımdır ki, bu qaydadır. Hətta dəstəmazla ilgili olan bir çox hökmləri bilə. Elm əhli deyir ki, dəstəmazın sağlamlığı üçün, doğru olması üçün övratı örtmək şərt deyil. Yəni ona görə də başa düşülür ki, yəni bir insan övratı açıq və yaxud da lüt şəkildə və yaxud da hamamda çimdiyi halda dəstəmaz alarsa, onun aldığı dəstəmaz səhihdir. Çünki övrat örtmək naməhrəmlərə və yaxud da başqalarının qabağında əmr olunan məsələlərdən biridir. Bu, ümumiyyətlə, 4 məzhəbin 4-ündə də məşhur məsələdir. 4, yəni İmam Əbu Hanifə, İmam Şafii, Əhməd ibn Həmbəl və İmam Malik, onlardan heç biri bildiyim qədər dəstəmazın sağlamlığı üçün övratın örtülü olmağını şərt görmür. İbn Baz rahimehullah bu haqda geniş danışır fətvalar kitabında. Allahu aləm. 5-ci sual: qardaş, bulanlıq su ilə dəstəmaz almaq olarmı? Bulanlıq deyəndə adətən görürsən ki, bəzən yağışlar yağdığı zaman, bəzən qar əridiyi zaman və yaxud da müəyyən səbəblərdən axan çaylar bulanır, axan sular bəzən bulanır. Belə olduğu halda təbii ki, o su adını hələ daşıyır. Belə olduğu halda da, hətta su bulanlıq olsa belə, palçıq, torpaq suya qarışmış olsa belə, o su ilə dəstəmaz almaq olar. Əgər içmək zərurətini, yəni ehtiyacın olarsa və bunu sağlamlıq baxımından zərərli olmazsa, hətta içmək də olar. Çünki hökm baxımından o su adını daşımaqda davamlıdır. Və həmçinin ona palçığın, torpağın qarışması ümumiyyətlə onu təmizləyici adından çıxartmır. O yenə də hətta torpaq, hətta palçıq qarışmış olsa belə, o su, bulanlıq su təmizləyici adını daşıyır. Təmizləyici adını daşıyır. Və su məsələlərində ümumən hökm, yəni su məsələlərində ad məsələsi, adını daşımaq məsələsi hökm məsələləri üçün çox önəmlidir. Yəni, madəm ki, o palçıq qarışması, torpaq qarışması və yaxud da suyun bulanması suyu su adından çıxartmır, yəni palçıq adına, torpaq adına və yaxud da qeyri hər hansı bir axan maddə adına çıxartmır, o zaman onun hökmü su olaraq qalır və təmizləyici hökmünü də özü ilə daşıyır. Həmçinin bu fətvanı dəstəkləyənlərdən bildiyimiz Şeyx İbn Baz rahmehullah fətvalarına qayıdıb daha geniş bu məsələyə baxmaq olar. Allahu aləm.
Həmçinin 6-cı sual, pişik nəcisdirmi? Əgər pişik dəstəmaz suyundan içərsə, o suyla dəstəmaz almaq olarmı? Ümumiyyətlə, bu məsələ çox önəmlidir. Çünki bir çox insanlar elə etiqad edir ki, pişik nəcisdir və yaxud da pişiyin ağzının suyu nəcisdir. Yəni, pişik sudan içərsə, artıq o sudan dəstəmaz almaq olmaz, o su nəcasətə çevrilir. Təbii, bu düşüncə, bu fikir, bu etiqad xatadır. Ona görə ki, pişik təmiz heyvanlardan sayılır, nəcis deyil, ağzının suyu da nəcis sayılmır. Hətta bir qabdan su içsə pişik, heç bir sıxıntı yoxdur ki, həmin sudan dəstəmaz alasan. Bu məşhur məsələdir ümumiyyətlə, bu barədə də dəlillər var. Ən zahir dəlil onu demək olar ki, Kə'b ibn Məlik radiyallahu anh'ın qızı Kəbişə rivayət eləyir. Deyir ki, bir gün əmisi yanına gəlir, evlərinə gəlir və Kəbişə əmsinə dəstəmaz almaq üçün su tökür. Və bu əsnada pişik yaxınlaşır, o suya başını batıraraq o sudan içməyə başlayır. Kə'b ibn Məlik radiyallahu anh'ın qızı Kəbişə deyir ki, mən pişiyə diqqətlə baxırdım. Yəni, pişiyin o dəstəmaz suyundan içməsi mənim diqqətimi çəkdi. Və əmim dedi ki, ey qardaşım qızı, görürəm ki, bu sənin diqqətini çəkir. Dedim ki, bəli. Əmim isə mənə belə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnəhə leysət binəcis, İnnəhə minət-tavvafinə aleykum və-tavvafət. Həqiqətən pişik nəcis deyil. Bu Peyğəmbər sallallahu hədisidir. Həqiqətən pişik nəcis deyil. O, sizin aranızda çox gəzən heyvanlardandır. Ona görə, elhamdülillah, həmçinin burada şəriətin nə qədər rahat olmağı ortaya çıxır. Bu da şəriətin gözəlliyinin əlamətlərindəndir. Çünki pişiklər adətən mə'luf olan, ev heyvanları olan və yaxud da insanlara daha yaxın, insanların arasında daha çox görünən, yaşayan heyvanlardan olduğu halda, elhamdülillah, şəriətdə ondan nəcasət hökmü qaldırılmışdır. Çünki nə qədər çətin olardı, əgər onun hökmü o nəcis olmuş olsaydı. Bu baxımdan da elm əhli deyir ki, pişik nəcis deyil, pişik təmizdir və ağzının suyu da həmçinin təmiz sayılır. O bayaq rivayət, yəni zikirlədiyimiz hədisi İmam Nəsai rivayət eləyib. Əbu Qatadə radiyallahu anh'ın hədisindən, hədisi İmam Albani rahmehullah həmçinin səhihləşdirib. Allahu aləm. Həmçinin 7-ci sual, dəstəmazla ilgili, əgər bir adam dəstəmaz alarkən sol tərəfindən başlamış olarsa, dəstəməzi səhihdirmi? Və yaxud da dəstəmazı sağdan başlamaq, dəstəmaz alarkən sağdan başlamaq vacibdirmi? Soldan başlamaq sünnəyə xilafdır. Sünnənin tam əksidir. Dəstəmaz alarkən sağdan əvvəl soldan başlamaq, sol tərəfi yümək sünnəyə xilafdır bu. Sünnənin əksidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir çox hədislər rivayət olunub ki, əməllərində sağ tərəflə başlamağı sevərdi. İmam Muslim rahiməhullah Ayşə radiyallahu anhənin hədisində gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm lə yuhibbut təyəmmunə fi tuhurihi idə tədahhər və fi tərəcculihi idə tərəccəl və fi intialihi idən təal. Bu hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm təmizlənmək istədikdə, yəni dəstəmaz, qusul almaq istədikdə sevərdi ki, sağ tərəfindən başlasın. Və həmçinin saçını daramaq istədikdə sağ tərəflə daramağını sevərdi və həmçinin ayaqqabını geydikdə sağ tərəflə başlayardı. İmam-ı Nəvavi rahmehullah Sahih Muslimin şərhində gətirir ki, elm əhli icma edib ki, alimlər icma edib ki, kim dəstəmaz alarsa,
sol tərəfini öncə yuyub, sonra sağ tərəfini yuyarsə, o insan sünnəyə müxalif olmuş olur. Və yaxud da ümmət, alimlər icma edib ki, dəstəmaz alarkən öncə sağ tərəfi yumək, sonra sol tərəfi yumək sünnədir. Kim buna müxalif olarsa, o insan fəziləti itirmiş olar, amma dəstəmazı səhih və doğru sayılır. İmam-ı Nəvavinin icma nəql etdiyi bu icma bir çox alimlər bunu doğru saymışdır və demişdilər ki, dəstəmaz alarkən sağdan başlamaq sünnədir, yəni vaciblərdən deyil. Ona görə də kim soldan başlayarsa, o insan sünnəni tərk etmiş olur və dəstəmazın fəzilətini itirmiş olur və yaxud da fəzilətdən bir qismini itirmiş olur. Amma dəstəmazı səhih sayılır. Həmçinin Şeyx İbn Ütheymin rahimehullah deyir ki, sağdan öncə solla başlamaq dəstəmaz alarkən sünnənin əksi olan, sünnəyə müxalif olan bir əməldir və insana lazım olan odur ki, sünnə odur ki, insan dəstəmaz alarkən sağ tərəfindən başlasın, sağ tərəfini yusun, sonra sol tərəfini, məsələn, sağ əlini yusun, sonra sol əlini, sağ qolunu, sonra sol qolunu və sağ ayağını, sonra sol ayağını və bu şəkildə. Çünki başqa bir rivayətdə gəlir, Ayşə radiyallahu anh hədisində, bu daha şamil bir rivayətdir. Bunu Buxari rivayət edib, bayaq öncəkini Müslim. Buxarinin rivayətində gəlir ki, Kənən Nəbiyyü sallallahu aleyhi və səlləm yu'cibuhu təyəmmun fi tənəulihi və tərəccülihi və tuhurihi və fi şə'nihi kullihi. Peyğəmbər sallallahu aleyhi və səlləm sevərdi ayaqqabını geyinərkən, saçını darayarkən və təmizlənərkən və bütün işlərində sağ tərəflə başlasın. Və həmçinin başqa bir hədisdə gəlir, İmam Buxari rivayət edir, Ənəs ibn Məlik radiyallahu anh hədisində, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Ələ fəyəmminu, ələ fəyəmminu, ələ fəyəmminu. Sağ tərəflə başlayın, sağ tərəflə başlayın. Yəni xeyir olan, yaxşı işləri sağ tərəfdən başlayın. Ona görə Şeyx İbn Ütheymin rahimehullah deyir ki, sağ tərəflə başlamaq ona görə daha əfzəldir və həmçinin bu sünnədir. Lakin kim sol tərəfdən başlayarsa, öncə sol tərəfini yuyub, sonra sağ tərəfini yuyarsa, dəstəmazı səhihdir, lakin fəziləti itirmiş olar. Çünki sol tərəfdən başlayan sadəcə, yəni dəstəmaz üzvlərinin hamısını yuyan, sadəcə sol tərəfdən başlayan, vacib bir nəyisə itirmiş olmur, sadəcə ibadətdə sünnəni itirmiş olur. Ona görə bu məsələdə də belə bir qayda var ki, ibadətlərdə sünnəni tərk etmək ibadəti fəsada uğratmır. Yəni ibadəti batil etmir. Sadəcə savabını azaldır. Ona görə də nədir? Müsəlmana lazım olan sünnəyə ittiba eləmək, səhlənkarlıq etməmək, dəstəmaz alarkən Rasulullah sallallahu aleyhi ve sellem və onun sahabələri dəstəmaz alan kimi almağa həris olmaq və sağ tərəfdən başlayaraq özünü buna alışdırmaq. Əgər unudarsa birdən və yaxud da cahillik cübatından, onda o zaman biz deyirik ki, ona xatırladırıq və onun dəstəmazının səhih olmağını etiqad edirik. Allahu aləm. 8-ci sual dəstəmazla ilgili. Dəstəmaz alarkən hər üzvü yuyəndə dua etməyin hökmü nədir? Dəstəmaz alarkən hər üzvü yuyərkən duanın hökmü nədir? Yəni, bugünkü gündə görürük ki, bəzi təriqətlərdə dəstəmaz alarkən üzü yuyərkən dua oxuyurlar, əli yuyərkən dua oxuyurlar, ayağı yuyərkən dua oxuyurlar, başa məs çəkərkən dua oxuyurlar. Yəni, hər üzvü yuyərkən dəstəməzdə görürsən ki, dua oxuyurlar. Məsələ, görürsən ki, üzünü yuyur, belə dua edir ki, Allahım, üzlər qaraldığı gün sən mənim üzümü ağ etkinən və yaxud da görürsən ki, əlini yuyərkən deyir ki, kitabımı sağ tərəfdən verginən və s. kimi. Ümumən, dəstəmaz alarkən, üzvləri yuyərkən, hər üzvü yuyərkən dua oxumaq Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit deyil. Sadəcə sünnədə gələn odur ki, bir insan dəstəmaz almağa başlayarsa, dəstəmaz başlamazdan əvvəl Bismillah deyir.
Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, "Lə vudu'a limen ləm yəzkur ismullahi aleyhi." Dəstəmaz alarkən Allahın adını zikr etməyən, yəni bismillah deməyənin dəstəmazı yoxdur. Və dəstəmazı bitirdikdən sonra da sünnədir ki, müsəlman dəstəmazın bitirdikdən sonra dua oxusun. O dua da İmam Muslim rivayət edib, Abdullah ibn Məsud radiyallahu anhun hədisində gəlir ki, deyir, "İzə farağa minəl vudu", Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alıb qurtardıqda bu duanı oxuyardı. "Əşhədu an la ilahə illallah vahdehu la şərikə leh və əşhədu enne Muhammeden abduhu və rasuluh. Allahümme cealni minət-təvvabin və cealni minəl-mutatahhirin." Sünnədə gələn budur. Başlayarkən bismillah demək, dəstəmazı bitirərkən, tamamlayarkən o birisi duanı oxumaq. Sünnədə gələn budur. Amma hər üzv yüyərkən dəstəmazın üzvlərindən bir duanı oxumaq, bu artıq bidət sayılır və hər bir bidət də zəlalətdir. Çünki bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih heç bir şey rivayət olmuyor. Bu haqda geniş danışır Şeyx İbn Ütheymin rahimehullah Fətvalar kitabında. Daha geniş təfsilat istəyirsinizsə, inşallah qayıdın Şeyx İbn Ütheyminin fətvalarına, orada bunu tapacaqsınız. Allahu aləm. Həmçinin 9-cu sual. Bəzi insanlar deyir ki, hətta dəstəmaz alarkən hətta salamı belə qaytarmaq olmaz və danışmaq olmaz. Bu haqda nə deyə bilərsiniz? Bu çox əcayibdir, qardaş. Salamı qaytarmaq dəstəmaz əsnasında dəstəmaz alarkən məkruh deyil, yəni qadağa deyil, haram deyil və nə də dəstəmazı pozmur. Sən dəstəmaz alarkən sənə bir adam salam verərsə, dəstəmaz əsnasında onun salamını qaytarmağın vacibdir. Ümumi dəlillərə isnadən, ümumi dəlillərə ki, salamı qaytarmaq vacibdir. Lakin sən hacətini ödədiyin əsnada olarsansa, tualetdə yəni, onda o əsnada qaytarmırsan, tualetdən çıxdıqdan sonra salamını qaytarırsan. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlibdir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm su yoluna çıxarkən Peyğəmbərə salam verir. Peyğəmbər sallallahu aleyhi və səlləm onun salamını qaytarmır. Hətta su yolunu bitirib, təharət eləyib, təyəmmüm eləyib, onun salamını sonra qaytarır. Təyəmmüm eləmədikcə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm su yoluna çıxır, təharət eləyir və təyəmmüm eləyir və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm o sahabənin salamını qaytarır. Və hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, "İnni kərihtu ən əzkurallah alə qeyri taharatin." Mən kərih gördüm ki, Allahı təmiz olmadan, dəstəmazım olmadan və yaxud da taharətim olmadan zikr edim. Bu hədisi İmam Abu Davud rivayət eləyir. Muhac ibn Qunfuz radiyallahu anh hədisindən hədisi Şeyx Albani səhihləşdirib. Və həmçinin də danışmaq, dəstəmaz əsnasında danışmaq ehtiyac olarsa məkruh deyil. Lakin həqiqətə gəldikdə lazımdır ki, dəstəmaz alan insan yəni səbəbsiz yerə danışmasın. Çünki əslində lazım olan nədir? İbadət əsnasında, dəstəmaz da ibadətlərin növlərindən biridir. İnsan ürəyindən keçirsin ki, Allahın əmrini yerinə yetirir. Yəni, əlini yüyərkən, üzünü yüyərkən, bu barədə gələn hədisləri xatırlasın və s. kimi. Amma insan adətən dəstəmaz alarkən danışarsa, bu istihdarı, yəni bu xatırlamanı, bunların hamısını artıq itirir. Və bəlkə də ola bilsin ki, məsələ suyu israfçılığa yol verir, suyu israf eləyir və s. kimi. Ona görə daha yaxşıdır ki, yəni haram məkruh deyil, lakin daha yaxşıdır ki, bir insan dəstəmaz alarkən hətta qurtarana kimi, dəstəmazı tamamlayana kimi danışmasın və ehtiyac olarsa danışsın sadəcə. Sünnədə gələn budur. Amma bu haqda, bunun qadağan olmağı haqqında nə deyirlərsə, onların heç biri sabit deyil. Bunu həmçinin Şeyx İbn Ütheymin rahimehullah, həmçinin Şeyx İbn Baz rahimehullah fətvalarında cavablandırır və bunların sizə dediyim təxminən bu mənada olduğunu
deyirlər. Allahu Teala a'lam. Qardaşım 10-cu suala da cavab ver. Allah səndən razı olsun. Bəzi qardaşları görürük ki, tez-tez dəstəmaz alırlar. Heç ortasında namaz qılmırlar belə. Dəstəmaz alır, görürsən ki, bir neçə dəqiqədən sonra yenə dəstəməzini təzələyir və ortada heç namaz qılmış olmur. Bunun nə qədər doğru olduğu haqqda fikrinizi bildirərdiniz. Fikrinizi bildirərdiniz kəlməsi qardaşım, bu doğru deyil. Çünki bu şəriət məsələlərində fikir deyil, şərii hökm bildirilməsi lazımdır. İkincisi, Şeyxülislam İbn Teymiyyə rahmehullah Böyük Fətvalar kitabında danışır ki, dəstəmaz almaq, yəni Peyğəmbər s.ə.v gəlib ki, hər namaz üçün Peyğəmbər s.ə.v dəstəmaz alıb. Və Peyğəmbər s.ə.v gəlib ki, bir dəstəmazla bir neçə namaz qılıb. Lakin ortada namaz qılmadan dəstəmazı arxa-arxaya almaq, Şeyxülislam İbn Teymiyyə deyir ki, bu doğru deyil, əksinə bu bidətdir. Əksinə bu bidətdir. Yəni dəstəmaz alırsan, ortada namaz qılmadan, ibadət etmədən yenə dəstəmaz alırsan. Şeyxülislam İbn Teymiyyə deyir ki, bu cür dəstəmazı təzələmək bidətin növlərindəndir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalifdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm nə özü, nə də sahabələri bu cür əməl etməyiblər. Allahu aləm, ən doğru rəy də bu məsələdə budur. Ən doğru rəy də bu məsələdə budur. Çünki sünnəyə ittiba etmək əməlin qəbul olması üçün şərtdir. Ona görə bir insan əməl edəndə, xüsusən də ibadət, onun gərək dəlili olsun. Dəlil olmadan heç bir ibadəti etmək doğru sayılmaz. Allahu aləm və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcmain.